Teşekkür ederim. Zahidə xanım, bilirsiniz ki, bu sabahları Romada yeni bir görüş gözlənilir. İkinci Amerika Birleşmiş Ştatları ilə İran nümayəndələri arasında. Bu nümayəndələr bundan əvvəl Fransaya gəldilər, Parisə gəldilər. Parisdə yalnız Ukrayna məsələləri deyil, eyni zamanda İran məsələlərinin də müzakirə olunduğu faktiki olaraq mətbuata sızdırılmışdı. Birinci görüşdən sonra hər iki tərəf mövqeyi buydu ki, pozitiv və konstruktiv söhbətlər oldu. Amma hələ Amerika Birləşmiş Ştatlarının tələbləri yerinə yetirilməyibdi. Bunu da qeyd elədilər. Sonradan İran tərəfi xüsusi olaraq vurğuladı ki, o tələblər qeyri-real olacaqsa, qeyri-real məsələdirsə, biz bunu yerinə yetirə bilməyəcəyik. Bu qeyri-reallığı, bu səbəbləri indi siz iki məsələni nələr çəkdiniz? Siz bilirsiniz ki, bundan sonra Araqçı hara getdi? Moskvaya getdi və Moskvada söhbətlər, danışıqlar oldu. Görünür, Moskvadakı danışıqlardan sonra və Xameneiyə göndərilən Putinin konkret olaraq belə deyək ki, bir məktubu oldu. Görünür, burada Amerika Birləşmiş Ştatlarının sona qədər tələblərinin yerinə yetirilməməsi haqqında hər hansı bir informasiya əldə olunubdur. Bu informasiyanın nəticəsidir ki, məhz Roma görüşü ərəfəsində siz indicə düzgün vurğuladınız. Bəlkə bu təzyiq vasitəsidir hər iki tərəf. Niyə məhz Fransadan səsləndi? Niyə məhz Fransadan? Biləsiniz ki, tamaşaçılar da bilsin ki, Fransa ilə İranın həmişə, baxmayaraq ki, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının həmişə belə deyək, kəskin münasibətlər olub. Fransa o münasibətləri o dərəcədə kəskinləşdirməyib. Zamanında hətta bilirsiniz ki, Xomeyninin özünü Fransız təyyarələri, Fransa təyyarəsi gətirib çıxarmışdı və münasibətlər fərqlidir. Görünür, Amerika Birləşmiş Ştatlarının Fransa ilə söhbəti, Fransa rəhbərliyi ilə söhbətindən sonra məhz Fransanın vətəndaşlarına müraciəti, bax, bu həqiqətən təzyiq vasitəsidir. Çünki əgər bunu bəlkə də Böyük Britaniya etsəydi öz vətəndaşları üçün, İran bəlkə də bir o qədər diqqət yetirməzdi. Amma məhz Fransanın bu cür müraciəti, mən hesab edirəm ki, İranı belə deyək ki, biraz səksəkiyə salan məsələdir. Üstəgəl, siz qeyd elədiniz, o qırıcı təyyarələr ki, yəni ki, yükdaşıyan, yəni ki, təyyarələr Amerika Birləşmiş Ştatlarından yendi ki, təxminən 10.000 yəni ki, civarında göstərilir ki, bax, siz qeyd ediniz ki, həmən nüvə obyektlərini, çünki nüvə obyektləri bir nüvə obyekti yoxdur İranın. İranın 17 nüvə obyekti var. Sadəcə olaraq bunların içərisində məşhurları var Tehranda, İsfahanda, bu şəhərdə, Natansda. Bax, bu hədəfləri vurmaq üçün görünür, məhz o hərbi sursat, həmən ləvazimat, bunun özü də bir təzyiq vasitəsidir ki, əgər sabahları Roma görüşündə hər hansı bir belə deyək, tələbdən yayınma varsa, tələb isə bilirsiniz də, çox belə deyək ki, aydın tələbdir. Siz nüvə silahı əldə etməyəcəksiniz. Trumpın çox aydın şəkildə, açıq şəkildə, hətta mən deyərdim ki, biraz tərifləyə, adətən buna deyirlər ki, kökə və qamçı siyasəti. Yəni, əvvəlcə kökəsini verir. Deyir ki, bax, sənin üçün deyirəm ki, sən yaxşısan, busan, mən başqa bir iddiam yoxdur. Yalnız budur. Sən bunu əməl etməsən, aydın məsələdir ki, o da qamçını hissə salacaq və o qamçılar nədir? Həmən o təyyarələrin gətirdiyi hərbi sursatlardır. Mən elə bilirəm ki, bütün bunların məhz bu Roma görüşündən əvvəl başlaması, Roma görüşünün əvvəl başlaması İrana xəbərdarlıqdır, İrana təzyiq vasitəsidir. Biləsiniz ki, mən elə sizin studiyadan da... Bilərmi? Necə? İran geri addım ata bilərmi? Yəni, sabahki görüşdən konkret gözləntiniz nədir sizin? Tamamilə doğru bilirsiniz. Cailə xanım, mən sizin studiyanızdan əvvəl də səsləndirmişəm. İran həmişə son ana qədər dirəniş göstərir, inat göstərir, dəfələrlə bu olub, İsraillə də olubdur bu məsələlərdə. Son anda geri çəkilibdir. Biz bunu laf elə bir ay bundan əvvəl də demişdik ki, hətta o dərəcədə ki, artıq bombardıman məsələsi çox açıq şəkildə deyilirdi, amma deyildi ki, İran geri çəkiləcəkdir. İran mütləq geri çəkiləcəkdir. İranın, yəni ki, o nüvə zənginləşməsinin faiz dərəcəsi var və Rafael Grossi də, Magate'nin rəhbəri də dedi ki, biz orada gedib baxacağıq, çünki o zənginləşmə səviyyəsini aşağı salmaq lazımdır. Rusiya ilə məsləhətləşmək isə burada başqa bir söhbət yoxdur. Rusiya elə nüvənin zənginləşməsində İrana ən kömək edən, yardım edən ilk ölkə olubdur. Yəni ki, indi də həmən məsləhətləşmələri, aparmaları təbii ki, bizdən biri Amerika Birləşmiş Ştatlarını, İsraili bir o qədər də xoş eləməyibdir. Ona görə də sabahki görüş, yəni Roma görüşündə biz görəcəyik ki, məhz o nüvənin zənginləşmə faizinin aşağı salınması
Eyni zamanda bundan perspektivdə hansısa bir şəkildə atom bombası, nüvə başlığının istifadə edilməsi tələbləri yerinə yetiriləcəkdir. Düzdür, İranın da orada öz tələbləri var ki, biz reaktorlarımızı dağıtmayacağıq, biz belə əldə etdiyimizi yalnız sülh məqsədi ilə istifadə edəcəyik, tibbidə istifadə edəcəyik, iqtisadiyyatda. Bunlar ola bilsin ki, nəzarətsiz də mümkündür. Buna da nəzarəti təbii ki, MAGATE-nin belə də ki, nümayəndələri nəzarət edəcəkdir. Hər halda bütün siz qeyd elədiklərinizlə, istəyir Fransanın xəbərdarlığı, istər Amerika Birləşmiş Ştatlarından gələn o qırıcı təyyarələr, daha doğrusu sursat gətirən hərbi təyyarələr, bütün bunlar sabahki görüş üçün təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. İran geri çəkiləcək inadından, sabah biz inanırıq ki, yəni bizim qonşumuzun bombardıman edilməsi həqiqətən də olmayacaqdır. Çünki İran geri çəkilir, adətən onun siyasətində biz bunu dəfələrlə görmüşük. Gəlin bu dəfə əksini düşünək və deyək ki, İran geri çəkilmədi və həqiqətən də həmin o qırıcılar işə düşdü. Regionu nə gözləyir? Cənub qonşumuzda baş verəcək əgər bu reallaşarsa, Azərbaycana hər hansısa təsir ola bilərmi? Təbii ki, qonşumuzda baş verə biləcək istənilən belə deyək ki, eskalasiya, hələ mən müharibə səviyyəsini demirəm, yəni ki, müharibə həddinə gəlib çatması bütün region ölkələrini, o cümlədən də xüsusilə Azərbaycanı məhz belə deyək ki, müəyyən dərəcədə təsirləndirəcək. Birinci təsirləndirəcək ona görə ki, bizim soydaşlarımız var orada. Amma mən bir daha vurğulayıram, bunu dəfələrlə demişəm ki, İranın nüvə obyektləri Cənubi Azərbaycan ərazisində yoxdur. Yəni ki, bunlar Cənubi Azərbaycan ərazisində 17 obyektin, nüvə obyektinin heç biri yoxdur. Amma bu demək deyil ki, onlar hansısa bir təhlükəyə məruz qalmayacaqlar. Əvvələn bombardıman nüvə obyektləri olsa, orada radioaktiv şüalanmadan tutmuş digər fəsadlara qədər mümkündür. Köç ola bilər və bu köçün qarşısını almaq zamanında Rusiyalı bir siyasətçi demiş ki, hətta biz ki, çadır şəhərcikləri hazırlamalıyıq. Çünki bizə ki, belə də çoxlu qaçqın gələ bilər. Amma inanıram ki, mən yəni ki, siz deyirsiniz, əks tərəfi ola bilər. Mən hesab edirəm ki, sabahları hansı bir detalla razılaşma olmayacaqsa, yaxın günlərə yenə növbəti bir görüş təyin olunacaqdır. Hər ehtimala qarşı deyirəm mən bunu. Yenə də bir görüş olacaqdır. İran biləcəkdir ki, artıq onun üçün təhlükə qaçılmazdır. Ona görə də sona qədər adətən İranı getməyə var. Mən hesab edirəm ki, İran yenə də güzəştə gedəcəkdir.